Salam, hər vaxtınız xeyir. Molekulyar kinetik nəzəriyyə bölməsində ətraflı yazılı cavab tələb olunan tapşırıqların izahına baxırıq. Gəlin başlayaq birinci sualla. Demək, deyir kütləsi 12 kiloqram olan ideal qaz yazırıq. M 12 kiloqram. 50 kilopaskal təzyiqdə 50 vurulsun 10 üstü 3 paskal. Həcmi 9,8 kubmetr vermişdir. Yazırıq 9,8 metrin kubu. Və deyir ki, onun molekullarının irəliləmə hərəkətinin orta kvadratik sürətini hesablayın və orta kvadratik sual. Orta kvadratikin P ilə V ilə düsturunu yazarıq və orta kvadratik bərabər kökün altında 3PV bölünsün M. Kökün altında 3 vurulsun. Təzyiq 50 vur 10 üstü 3, həcmin qiyməti 9,8 bölünsün, kiloqramı isə, kütləni isə 12 kiloqram vermişdir. Buradan isə hesabladığımız zaman alacağıq 350 metr bölünmüş saniyə. Keçirik ikinci sualımıza. Kütləsi 12 kiloqram olan cisim təzyiqi 200 kilopaskaldır. Yazırıq 200 vurulsun 10 üstü 3 paskal. Həcm 9,8-dir. Orta kvadratik sürəti istəyir. Yenə də orta kvadratikin P ilə V ilə düsturunu yazarıq. Olacaq və orta kvadratik bərabərdir. Kökün altında 3PV bölünsün M. Demək, 3 vurulsun. Təzyiqə yazırıq 200 vurulsun 10 üstü 3. Həcmə 9,8 bölək kütləyə də 12. Buradansa hesabladığımız zaman alacağıq 700 metr bölünmüş saniyə. Sual 3. Molekullarının sayı N bərabərdir. 5 vurulsun 10 üstü 24 olan ideal qazın 300 Kelvin temperaturda və 420 paskal təzyiqdə həcmi nə qədərdir? İlk öncə biz burada P bərabərdir NKT düsturu yazarıq və görürük ki, bizə konsentrasiyanı verməyibdir. Yerinə molekulların sayını verib və həcmi istəyir. Bu zaman konsentrasiyanın düsturunu yazsaq N bərabərdir say bölünsün həcm. Gətirib P bərabərdir NKT düsturunda N'in yerinə bu düsturu yazsaq olacaq say bölünsün həcm vurulsun K vurulsun T. Bizdən isə həcmi istədiyi üçün biz də buradan həcmi tapsaq yanındakı demək NKT sürətdə qalacaq, təzyiq isə düşəcək məxrəcə. Yəni düsturumuz V bərabər NKT bölünsün P olur. Verilənləri yerinə qoysaq yazırıq 5 vurulsun 10 üstü 24. K'nın yerinə 1,4 vurulsun 10 üstü mənfi 23 vurulsun. Temperaturun da yerinə yazarıq 300 bölünsün. Təzyiqin isə yerinə 420 yazarıq. Və bunları biz hesabladığımız zaman alacağıq 50 metrin kubu. 50 metrin kubu. Cavabımız bu şəkildə olacaq. Daha sonra gəlin keçək dördüncü sualımıza. Dördüncü sualımıza keçdikdə deyir temperaturu 27 Selsi. Biz öncə bunu Kelvinə çevirərik. Üzərinə 273 gələrik. 27-nin eləyəcəkdir 300 Kelvin. Demək, temperaturumuz oldu 300 Kelvin. Təzyiqi veribdir 4,2 paskal. K'nın qiymətini vermişdir. Konsentrasiyanı istəyir bizdən. Biz də bilirik ki, P bərabərdir NKT. Konsentrasiyanı tapdığımız zaman P bölünsün KT olar. Verilənləri yerinə qoysaq 4,2 bölünsün. K'ya yazırıq 1,4 10 üstü mənfi 23 vurulsun. Temperaturunu da yerinə yazarıq 300 Kelvin. Və bunu hesabladığımız zaman alacağıq 10 üstü demək ixtisar aparsaq 2 sıfırla getsə 4-ündəki 10 üstü 21. Dördüncü sualımızın cavabı olacaq 10 üstü 21. İndi keçirik 5-ci sualımıza. Gəlin baxaq. İdeal qaz olan qabdan müəyyən miqdarda qaz buraxandan sonra oradakı təzyiq 40%, temperatur isə 10% azaldı. Deyir qazın hansı hissəsi buraxılmışdır? Əvvəlcə Mendeleyev-Kleyperon düsturunu yazsaq, PV bərabər balaca M bölünsün böyük M RT. Buradan gəlin kütləni tapaq. Çünki deyir qazın hansı hissəsi buraxılmışdır. İlk öncə bizə deyir ki, təzyiqi 40%, temperatur 10% azaldı. Təzyiq 100% idi. 40% azaldığı zaman qalır 60%. Bunu rəqəmlə ifadə eləsək,
Elə bil ki, başlanğıcda P0-dır. 40% azalanda 0,4 P0-a çıxırıq. Yəni qalacaq 0,6 P0. Temperatur T0-dır. 10% azalanda buradan çıxırıq onda 0,1 T0-ı. Qalacaq burada da 0,9 T0. Demək, M-i tapdığımız zaman RT məxrəcə, P və M çıxır sürətə. Burada sabitlərin üzərindən xətt çəkirik. Daha sonra görürük ki, ideal qaz olan qabda müəyyən miqdarda demək həcmin deyir hansı hissəsi buraxılmışdır. Baxın, təzyiqə aldıq 0,6 P0. Gəlin belə yazaq. M bərabər. Burada təzyiqə yazaq 0,6 P0, temperaturunu da yenə yazaq 0,9 T0. Bu zaman biz bunları aparsaq, ixtisar qalacaq 3-də 2. Yəni 3-də 2 kütlənin də yerinə 3-də 2 M0 yazaq. Baxın, 3-də 2 M0. Demək, bu 3-də 2-si burada qalandır. Amma bizdən soruşur ki, hansı hissəsi buraxılmışdır? Əgər 3-də 2-si qalıbsa, demək 3-də 1 hissəsi buraxılmışdır. Demək, gətirib baxın, elə lap bu düsturun özündə yerinə qoyaq. Heç burada yazmasaq, baxın, təzyiqə burada 0,6, temperaturda 0,9 yazsaq, alırıq 3-də 2. Demək, 3-də 2-si buraxılıbdırsa, 3-də 1 hissəsi də qalan hissəsi olacaqdır. Sual 6. Hava qabarcığı gölün dibindən onun səthinə çıxan zaman qabarcığın həcmi 2 dəfə artarsa, gölün dərinliyini hesablayın. Burada alternativ yol versəm sizə, ümumiyyətlə dərinlik soruşanda bizdən H bərabər N-1 vurulsun 10 düsturundan istifadə edə bilərsiniz. Çıxarılış eləmişik, almışıq bu düsturu. Və 2 dəfə artırsa N-ə 2 yazarıq. 2-1 vurulsun 10 eləyəcək 10 metr. Lakin ətraflı yazılı cavab tələb olunan tapşırıq olduğu üçün bunu uzun şəkildə yazsaq, gəlin baxaq. Demək, deyir ki, həcmi 2 dəfə artarsa gölün dərinliyi hesabla. Temperatur da sabitdir. PV bərabər T düsturuna görə temperatur sabitdir. Onda biz burada yazarıq ki, demək bizim tam təzyiqimiz bərabər olacaqdır. P tam 2 dənə P atmosferə. Bunu bu şəkildə yazdıq. Və bilirik axı, tam təzyiq nəyə bərabərdir? Atmosfer təzyiqi üzərinə gəlinsin rho, J, H. Ona görə P attama yazarıq. P atmosfer üstə gəlinsin rho, J, H bərabərdir 2P atmosfer. Demək ki, bunu bu tərəfə keçirsək, çıxarıq, olacaq onda P tam bərabər rho, J, H. Bizdən H istəyir, H-ı tapanda rho ilə J düşər məxrəcə, P tam çıxar sürətə. Tam təzyiqin qiyməti 10/5-dir, rho-nun qiyməti 10/3, J-nin də qiyməti 10. İxtisar elədiyimiz zaman qalacaq 10 metr. Sonra keçirik 7-ci sualımıza. Dərinliyi 20 metr olan gölün dibindən hava qabarcığı onun səthinə çıxan zaman qabarcığın həcmi necə dəyişər? Təsəvvür eləyək ki, burada belə bir göl var və dərinliyi, deyək ki, buradan bura, bunun dərinliyi var 20 metrdir. Və bunun içində də hava qabarcığı var. Deyək ki, hava qabarcığı buradadır və bunun səthinə gəlib çıxacaq. Və bu zaman bizdən də soruşur ki, qabarcığın həcmi nətər dəyişər? İlk öncə, biz görürük ki, birinci halda qabarcıq suyun içində olanda qabarcığa yalnız atmosfer təzyiqi təsir. Qabarcıq suyun içində olan zaman qabarcığa həm atmosfer təzyiqi təsir göstərir, P atmosfer. Həm də ki, hidrostatik təzyiq, yəni ρ-H təsir göstərir qabarcıq suyun içində olan zaman. Çünki suyun içində də hidrostatik təzyiq var, mayelərdə olduğu kimi və burada da ağzı açıq su hövzəsi olduğu üçün atmosfer təzyiqi təsir göstərir. Ona görə birinci halda həm buna atmosfer təzyiqi təsir göstərir, həm də qabın özünün ρ-H, suyun özünün təzyiqi ρ-H təsir göstərir. İkinci halda qabarcıq gəlib suyun üzərinə çıxdığı zaman artıq ona atmosfer təzyiqi təsir göstərəcək təkcə. Qabın özünün ρ-H-ı təsir göstərməyəcək. Çünki qabarcıq suyun üzərinə çıxdı. Yəni hidrostatik təzyiq artıq ona təsir göstərməyəcək. Onda belə çıxır ki, ikinci halda bu suyun üstünə çıxan zaman buna yalnız təsir göstərəcək atmosfer təzyiqi. Gəlin tərəf-tərəfə bölək. Yazaram. P1 bölünsün P2 bərabərdir. P atmosfer 10/5 üzərinə gəlinsin.
Rho-nun qiyməti 10 üstü 3, vurulsun 10, vurulsun h-ımız 20 metr, bölünsün 10 üstü 5-ə. Deməli, burada 10 üstü 5-i altda saxlayırıq. Üstdə bu 2 sıfırı buna versək 10 üstü 5 eləyəcək. 10 üstü 5-i ortaq çıxartsaq olacaq 1 üstə gəl 2. 10 üstü 5-lər ixtisar gedər. Qalar P1 bölünsün P2 bərabər 3. Burada 1 yazıb çalçarpaz vursaq alarıq ki, P1 bərabərdir 3 P2. Onda gördük ki, təzyiq 3 dəfə neynədir? Azaldı. Təzyiq 3 dəfə azaldı. Lakin bu bizdən qabarcığın həcmini istəyir və görürsünüz izotermik proses olduğu üçün də temperaturu sabit veribdir. Bu zaman yazsaq ki, PV bərabər M bölünsün M RT. Proseslərdə verilmiş kütləli olduğu üçün kütlə dəyişmir, bunları atsaq. Baxın, PV bərabər T qalır. PV bərabər T düsturuna görə, əgər temperatur dəyişmirsə, bu zaman görürsünüz P ilə V qabaq-qabaq olduğu üçün tərs asılıdır. Onda P 3 dəfə azaldısa, qabarcığın da həcmi 3 dəfə artar. Təzyiq və həcm tərs mütənasib olduğuna görə. Davam edirik 8-ci sualımızla. Verilmiş kütləli ideal qazın təzyiqinin molekullarının konsentrasiyasından asılılıq qrafiki verilmişdir. Bu prosesdə qazın həcminin mütləq temperaturdan asılılıq qrafikini çəkin. Deməli, ilk öncə bizdən istədiyi şey odur ki, biz qazın həcminin temperaturdan asılılıq qrafikini çəkək. Yəni ki, V-nin T-dən asılılıq qrafikini quraq. Baxın, düstur ilk öncə biz burada P bərabər NKT yazarıq. K zaten Boltzmann sabitidir, atdıq bunu. Baxırıq ki, P-nin N-dən bizə bu dəqiqə sıfırdan keçən düz xət verir. P N-dən nə zaman sıfırdan keçən düz xətdə olar? Temperatura sabit baxsaq. Ona görə temperatura sabit baxırıq, xətti temperaturdan çəkdik. Daha sonra isə görürük ki, burada konsentrasiya artıbdır. Biz də bilirik ki, N bərabər 1 böl V. Konsentrasiya artırsa, həcm neynəməlidir? Azalmalıdır. Ya belə baxa bilərsiniz, ya da ki, PV bərabərdir T, T sabit, P ilə V qarşı-qarşıya tərs asılıdır. Ona görə P artırsa, həcm azalmalıdır. Ona görə həcmi azalır olaraq götürmək lazımdır. Sual 9. Yenə eyni şəkildə P bərabər NKT yazarıq. K zaten sabit. P N-lə o zaman xətti asılı olar ki, temperatur sabit qalsın. Bu da bizdən istəyir təzyiqin temperaturdan asılılıq qrafikini. İzotermik proses olduğu üçün T-yə sabit qoyuruq və gördüyümüz kimi təzyiq burada artdığı üçün təzyiqi ilə artır olaraq saxlayırıq. Keçirik sual 10. Verilmiş kütləli ideal qazın sıxlığının təzyiqindən asılılıq qrafiki göstərilmişdir. Bu prosesdə qazın təzyiqinin mütləq temperaturdan asılılıq qrafikini çəkin. Demək, bizdən istədiyi şey təzyiqin P-nin temperaturdan, yəni T-dən asılılıq qrafikidir. İlk öncə gəlin 1-dən 2-yə hissəsinə baxaq. Görürük ki, Rho-nun P-dən asıllığını sıfırdan keçən düz xət verib. Düsturu yazsaq, Rho bərabərdir PM bölünsün RT. Sabitləri atdıq. Baxın, görürük ki, Rho ilə P xətti asıldır. Rho ilə P o zaman xətti asılırlar ki, temperatur sabit qalsın. Deməli, 1-dən 2-yə prosesi izotermik prosesdir. İzotermik olduğu üçün temperatura xətt çəkirəm və görürük ki, təzyiq burada artıbdır. Ona görə təzyiqi artır olaraq saxlayırıq 1-dən 2-yə. Sonra 2-dən 3-ə baxırıq ki, Rho sabitdir. Deməli, izoxor prosesdir 2-dən 3-ə. İzoxor prosesdə də Rho, N, V sabit qalır. Və onda düsturu yenidən yazsaq, Rho bərabərdir PM böl RT. Sabitləri atdıq. Baxırsınız, 2-dən 3-ə Rho sabitdir. Əgər Rho sabitdirsə, onda P ilə T xətti asılı olmalıdır. Yəni, sıfırdan keçən düz xət çəkirik. Sıfırdan keçən düz xəttimizi çəkdik və görürük ki, təzyiq artıb 2-dən 3-ə. Ona görə təzyiqi artır olaraq saxlayırıq. Çünki bu izoxor qızır, temperatur izoxor olduğu üçün genişlənə bilməz və ya da sıxıla bilməz. Ona görə izoxor olduğu üçün ya qızır ya da soyur. O da baxırıq ki, təzyiq artır deyə temperatur artır və temperatur artdığı üçün də bu izoxor qızır. Daha sonra 3-dən 4-ə hissəsinə baxanda təzyiq sabitdir. Və təzyiq sabit olduğu üçün burada da təzyiq var. Ona görə təzyiqi sabit götürürük və Rho-nun azaldığını gördük. Rho bərabərdir PM bölünsün RT.
Sabitləri atıram. Görürsünüz 3-dən 4-ə hissəsində P sabitdir. P sabitdirsə rho ilə da T tərs asılıdır. Yəni ki, əgər sıxlıq azalırsa bu zaman temperatur artmalıdır. Ona görə temperaturu da artır olaraq saxlayırıq. Yəni bizim cavabımız bu qrafik olacaqdır. Sonra 10-cu sual, 11-ci sual. Verilmiş kütləli ideal qazın sıxlığının təzyiqindən asılılıq qrafiki göstərilmişdir. Bu prosesdə qazın həcminin mütləq temperaturdan asılılıq qrafikini çəkin. Gəlin yazaq. Bizdən istəyir həcmin demək temperaturdan asılılığını. Bura həcm yazırıq, burada temperatur. İlk öncə 1-dən 2-yə baxırıq. Rho ilə P sıfırdan keçən düz xəttdir. Düstur yazsaq, rho bərabərdir PM bölünsün RT. Sabitlərin üstünə yenə xətt çəkirik və görürük ki, rho ilə P sıfırdan keçən düz xəttdir. Deməli, temperatur sabit qalıb. 1-dən 2-yə temperatura sabit qoyuruq. Temperatura sabit qoyduq. Daha sonra görürük ki, sıxlıq neyniyib? Artıb. Rho da bərabərdir M böl V. Rho ilə V tərsdir. Sıxlıq artırsa həcm azalır. Və yaxud da ki, PV bərabər T. P ilə V tərs asıldı. Təzyiq artanda həcm azalır. Ona görə 1-dən 2-yə hissəsini azalar götürdük. Keçirik 2-dən 3-ə. Görürük ki, 2-dən 3-ə rho sabitdir. Deməli, hansı prosesdir bu? İzoxor. Və izoxorda da rho, N, V sabit qalır. Ona görə 2-dən 3-ə həcmə sabit yazarıq. Və görürük ki, təzyiq artır. PV bərabər T. Əgər ki, həcm dəyişmirsə, P ilə T düz asıldı. Yəni ki, təzyiq artırsa, temperatur da artır. Ona görə 2-dən 3 hissəsini artır yazdıq. 3-dən 4 hissəsində təzyiq dəyişməyibdir. Təzyiq dəyişmirsə, PV bərabər T. Təzyiq dəyişmirsə, V ilə T-nin sıfırdan keçən düz xətt olduğunu götürürük. Və rho azalırsa, rho ilə T tərs asılıdır. Temperatur artacaq. Ona görə də 3-dən 4 hissəsi artar. Qrafikimiz bu şəkildə olur. Sual 12. Sabit kütləli ideal qazın halının dəyişməsi PT koordinat sistemində verilmişdir. Bu prosesin VT koordinat sistemində asılılıq qrafikini çəkin. Demək, PT vermişdir. Bizdən də soruşur həcmin zamanın asılılıq qrafikini. Gəlin baxaq. 1-dən 2-yə P sabitdir. PV bərabər T yazarıq. Baxın, 1-dən 2-yə hissəsində görürük ki, P sabitdir. Onda V ilə T necə olacaq? Sıfırdan keçən düz xətt. Xəttə asıllıq çəkdik. Və görürük ki, temperatur oxu artır. Ona görə 1-dən 2-yə hissəsində temperatur artır. Sonra baxırıq ki, 2-dən 3-ə P ilə T sıfırdan keçən düz xəttdir. PV bərabər T. P ilə T o zaman xəttə asılı olar ki, həcm sabit qalsın. Demək, 2-dən 3-ə izoxor prosesdir və izoxor temperatur da artır deyə izoxor qızır. Ona görə 2-dən 3-ə izoxor qızır yazdıq. 3-dən də 4-ə temperatur sabitdir və təzyiq artır. Təzyiq artırsa həcm azalır. Ona görə temperatur sabit, həcm də azalır. Prosesin adı olur izotermik sıxılma. 13. Sabit kütləli ideal qaz molekullarının konsentrasiyasının mütləq temperaturdan asılılıq qrafiki verilmişdir. Bu qazın həcminin mütləq temperaturdan asılılıq qrafikini çəkin. Gəlin çəkək N-in həcmin temperaturdan asılılıq qrafikini. Demək, 1-dən 2 hissəsinə baxırıq ki, temperatur sabitdir. Ona görə izotermik prosesdir. Və konsentrasiya artır. N bərabər 1 böl V. Konsentrasiya artırsa həcm azalır. Ona görə izotermik sıxılmadır. Demək, bizdən soruşduğu həcmin temperaturdandır. Biz konsentrasiya yazmışıq burada. Demək, 1-dən 2-yə izotermik sıxılmadır. Ona görə temperatur sabit qalır. Sıxıldığı üçün də həcm azalır. 2-dən 3-ə hissəsində N ilə T tərsdir. P bərabər NKT yazarıq. K onsuz da sabitdir. N ilə T o zaman tərs olar ki, təzyiq sabit qalsın. Yəni 2-dən 3-ə hissəsi izobardır. Və oxun da ağzı baxırıq ki, artır. Oxun ağzı artır deyə izobar qızma və yaxud da izobar genişlənmə halıdır. Bu zaman PV bərabər T düsturunda izobarda P sabit olanda V ilə T sıfırdan keçən düz xəttdir və artır deyə də temperatur oxunu artır olaraq yazmaq lazımdır. Cavabımız olacaq bu qrafik. Sonra keçirik 14-ə.
Yenə də NT qrafiki vermişdir. Bu səfər isə təzyiqin temperaturdan asılılıq qrafikini istəyir bizdən. Gəlin çəkək P-nin T-dən asılılıq qrafikini. Demək, 1-dən 2-yə hissəsində biz görürük ki, temperatur sabitdir. Temperatur sabit olduğu üçün izotermik prosesdir və konsentrasiya artırsa, həcm azalır. Yəni, izotermik sıxılma halıdır. PV bərabər T. Baxın, izotermik olduğu üçün T-yə sabit qoyuram. Və görürük ki, sıxılır, həcm azalır. Deməli, təzyiq neyniyəcək? Artacaq. Ona görə 1-dən 2-yə hissəsində təzyiq artdı. 2-dən 3-ə hissəsinə gəldikdə isə, gəlin buradan yazaq. Demək ki, P bərabər NKT yazarıq. K onsuz da sabitdir. Görürsünüz, 2-dən 3-ə N-lə T tərs asıldı. N-lə T o zaman tərs asılı olar ki, təzyiq sabit qalsın. Ona görə də təzyiqə sabit qoyuruq və görürük ki, temperatur artır. Yəni, bu prosesin adı izobar qızma və yaxud da izobar genişləmə. İzobarın 2 adı var. Çünki həm həcm, həm temperatur dəyişir. Ona görə oxun da ağzını artır olaraq götürmək lazımdır. Sual 15. Verilmiş kütləli ideal qazın halının dəyişməsi PT diaqramında təsvir olunmuşdur. Diaqramın AB və BC hissələrində qazın sıxlığı necə dəyişər? Demək, gəlin birinci baxaq A-dan B-yə hissəsinə. PV bərabər T düsturuna əsasən. Əslində, bu düsturu mən həmişə belə yazıram. Sual verə bilərsiniz ki, niyə belədir? Çünki PV bərabərdir M, bölünsün M, RT düsturuna əsasən. Zaten bunlar sabit. Proseslər də verilmiş kütləli olduğu üçün kütlə sabit. Yəni, PV bərabər T qalır deyə bir də uzun uzadı yazmırıq. Yəni, bu şəkildə yazırıq. PV bərabər T. Görürsünüz, A-dan B-yə P ilə T xətti asılıdır. Deməli, həcm sabitdir. Demək, izoxor prosesdir. Və izoxor prosesdə də ρ, NV sabit qaldığına görə A-dan B-yə hissəsində ρ dəyişməz. Bunu beləcə qeyd edirik. Bəs deyir B-dən C-yə. B-dən C-yə hissəsində isə gördüyümüz kimi təzyiq sabitdir. Yəni, prosesimiz izobar prosesdir. Və temperatur da azalır. ρ bərabərdir PM bölünsün RT. Sabitlərin üstündən xətt çəkirik. İzobar deyir deyə təzyiq dəyişməyəcək və görürsünüz, B-dən C-yə temperatur azalırsa sıxlıq artır. Ona görə B-dən C-yə hissəsində sıxlıq artacaq. A-dan B-yə hissəsində dəyişməyəcək, lakin B-dən C-yə hissəsində isə sıxlıq artacaqdır. Sonra keçirik 16-cı sualımıza. Yenə də bizdən qazın sıxlığı necə dəyişər deyir. İndi gəlin baxaq A-dan B-yə hissəsinə. Görürsünüz, A-dan B-yə təzyiq sabitdir. Yazarıq ki, ρ bərabər PM bölünsün RT. Sabitlərin üstündən xətt çəkirəm. Görürsünüz, A-dan B-yə təzyiq sabitdir. Təzyiq sabitdir, üstündən xətt çək. Yerdə qaldı ρ ilə T. Temperatur artırsa, ρ ilə tərs asıldaq. Ona görə sıxlıq azalar. Ona görə A-dan B-yə hissəsində sıxlıq azalacaq. Bəs B-dən C-yə gəlin baxaq. B-dən də C-yə hissəsində ρ bərabərdir, elə bayaqki düsturla yazaq. PM bölü RT sabitlərin üstünə xətt çəkdik. Baxın, B-dən C-yə P ilə T sıfırdan keçən düz xətt. Deməli, ρ sabitdir ki, bunlar xəttdə asılıdırlar. Onda belə çıxır ki, BC hissəsində isə ρ dəyişməz. Sonra keçirik 17-ci sual. İçərisində ρ olan hermetik bağlı, ağzı kip bağlı qabı qızdıranda qazın konsentrasiyası və təzyiq nətər dəyişər? Biz bilirik ki, ağzı bağlı qabda ρNV sabit qalır. Ona görə də konsentrasiyası dəyişməz. Bəs təzyiq qızdırırıq. PV bərabər T. Ağzı bağlı qabda həcm dəyişmir. Qızdırdığımız zaman temperatur artır. Ona görə də təzyiq isə artacaq. Sual 18. İçərisində qaz olan hermetik bağlı qabı qızdıranda qazın təzyiqi, sıxlığı və təzyiqi nətər dəyişər? Yenə ağzı bağlı qab olduğu üçün ρNV dəyişməz. Ona görə sıxlıq dəyişməz. Yerdə qaldı təzyiq. PV bərabər T. Yenə də ağzı bağlı qabda ρNV sabit olduğu üçün həcmin üstündən xətt çəkirik. Buna əsasında P ilə də T düz asılıdır. Düz asılı olduğuna görə də əgər ki biz qabı qızdırırıqsa, temperatur artırsa, təzyiq isə artar. Demək olar ki, eyni suallardır. Birində konsentrasiyanı, birində sıxlığı soruşdu. Keçirik 19-cu sualımıza. Deyir ki, sabit həcmdə tez yazırıq ki, həcm konstant.
Deyir ki, verilmiş kütləli, onsuz da proseslərin hamısı verilmiş kütləli ideal qaz üçün ödənilir. Deyir, temperatur 4 dəfə artır. Yəni T2 bərabərdir. T1 vurulsun 4. Deyir, bu zaman onun təzyiqi 60 artdı. Yəni P2 bərabər oldu. P1 üstə gəlinsin 60-a. Qazın təzyiqinin başlanğıc qiymətini hesablayın. Bizdən soruşur P1 sual. Biz də bilirik ki, PV bərabər T. Sabit həcm deyirsə, həcm sabit, P ilə də T düz asılıdır. Yəni yazarıq P1 bölünsün P2 bərabərdir, T1 bölünsün T2. P1-i saxlayırıq. P2-yə P1 üstə gəl 60 yazırıq. T1-i saxlayırıq. T2-yə də T1 vurulsun 4. İxtisarımızı aparsaq 4 P1 bərabərdir. P1 üstə gəl 60. Bu tərəfə keçirsək 3 P1 bərabər 60. P1 də bərabər olacaq 20-yə. Burada ətraflı yazılı olduğu üçün bunu bu düsturla yazmayıb da biz bunu qısa bu şəkildə yazırıq. PV bərabərdir. Balaca M bölünsün böyük M RT yazarsınız. Verilmiş kütləli deyir deyə kütlənin üstündən xətt çək. R ilə M sabit. Yəni burada da sabit həcm deyirsə həcmin də üstündən xətt çək. P ilə də T düz asıllıq götürürüz. Yəni eyni şeyə gəlib çıxır. Sadəcə ətraflı yazılı cavab tələb olunan tapşırıq olduğu üçün burada Mendeleev-Kleyperon düsturunu bütöv yazmaq lazımdır. 20-ci suala gedirik. Porşen ilə təchiz edilmiş silindrin içərisindəki verilmiş kütləli ideal qazın həcminin temperaturdan asılılıq qrafiki verilmişdir. Bu proses zamanı qaz tərəfindən porşenə təsir edən qüvvə və qaz molekullarının orta kinetik enerjisi necə dəyişər? Fikrinizi əsaslandırın. Baxın, PV bərabərdir T yazarıq yenə də. Temperatur dəyişmir, izotermik prosesdir və həcm artır deyə izotermik genişlənir. Və həcm artırsa təzyiq neynəyəcək? Azalacaq. F bərabərdir P vurulsun S. Və əgər təzyiq azalırsa, bu zaman qüvvə də azalar. Yəni F azalar. Amma kinetik enerji dəyişməz. Çünki izotermik prosesdir. Biz də dedik ki, temperatur molekulların irəliləmə hərəkətinin orta kinetik enerji ölçüsüdür. Yəni YK bərabərdir 2-də 3 KT. K onsuz da sabit, 2-də 3 sabit. Əgər ki, temperatur dəyişmirsə, YK dəyişə bilməz. Ona görə də YK da dəyişməz. Cavab olacaq F azalar, YK isə dəyişməz. Sual 21. Verilmiş kütləli bir atomlu ideal qazın halının dəyişməsi təsvir edilmişdir. Bu proses zamanı 1-2 hissəsində T0 olarsa, temperaturu 1 vəziyyətində T0 olarsa 2 vəziyyətində nəyə bərabərdir? Gəlin Mendeleev-Kleyperon yazaq. PV bərabər M, M, R, T. Sabitləri atdıq. Verilmiş kütləli deyirsə M də dəyişmir. Demək PV bərabər T qaldı. Və görürsünüz ki, birinci halda P2 P0-dır, V də V0-dır. P axı V-yə vurulur. Onda 2 P0-ı 1 V0-a vuranda bizə T0 veribdir. Tənasüblə gedərəm. Onda ikinci halda da 3 P0-dır. Vurarıq 4 V0-a. Buna da qoyarıq X. Buradan da X-ı tapdığımız zaman, demək 2 P0 V0-a 1 T0 düşürsə, 4 F3 12 də olacaq, 6 T0. Cavab olacaq 6 T0. 21-ci sualımız üçün. Davam edirik 22-ci sualımıza. Demək, silindrik qab çəkisi nəzərə alınmayan mütəhərrik porşenlə iki hissəyə ayrılmışdır və porşen tarazlıqdadır. Porşen tarazlıqdadırsa, deməli bu tərəfdən təsir edən qüvvə də, bu tərəfdən təsir edən, daha doğrusu təzyiq də bərabərdir. Deyir ki, hər iki tərəfdə ideal qazın temperaturu 0 dərəcədir. Həcmləri isə V1 biri V-dir, biri də 2V-dir. Sol tərəfdə temperatur 127 Selsi artırılarsa, sağ tərəfdə isə 123 dərəcə azaldılarsa, sol tərəfdə qazın tutduğu həcmin sağ tərəfdəkinin həcminə nisbətini hesablayın. Soldakı V1, sağdakı V2-ni istəyir bizdən. İlk öncə gəlin yazaq. PV bərabərdir nü RT. Həcmi tapsaq, V bərabər olacaq, yanındakı P məxrəcə, nü-RT sürətə. Zaten təzyiqlərin bərabər olduğunu gördük. Çünki tarazlıqda olduqlarına görə təzyiqlər bərabər sıxır hər iki tərəfi. Onda V1 üçün yazsaq, V1 bərabər, baxın bu düsturdan istifadə edəcəm. Birincinin həcmi V olduğu üçün V nü ilə düz asıldaq, ona görə bunun molu nü olacaq. Bu da 2V olduğu üçün burada yazaram 2 nü maddə miqdarına. Onda V1 bərabər bu düsturda, baxın, bu düsturda yerinə qoyacam. Biz aparıb orada birinciyə nü elə olaraq saxlayarıq. Yazarıq nü vurulsun. R olaraq saxlayaq, vurulsun.
Temperatur da baxın 127 dərəcə artırılarsa deyir. Temperatur 273-ün üstünə 127 gəlsək alacağıq 400. 400 bölünsün təzyiqə də P yazarıq. İndi gəlin həcm 2-ni tapaq. Nüsünə artıq onun, baxın 2 nüdür. 2 nü vurulsun, vurulsun. Temperatur 123 dərəcə azaldılarsa deyir. 273-dən onda çıxarıq 123-ü. Neçə qalacaq? Demək 273-dən çıxsaq 123, 150 qalar. 150 qalar, bölünsün P. Tərəf-tərəfə bölsək, bizdən deyir ki, sağ tərəfdəkin, sol tərəfdəki. Tərəf-tərəfə bölsək, P-lər ixtisar gedəcək, nülər gedəcək, R-lər də gedəcək. Yuxarıda 400 qalar, aşağıda da 2 ilə 150, vuranda eləyir 300. 2 0-da gedəcək, qalacaq 3-də 4. Və deyir, nisbətini hesablayın, elə 3-də 4-ün özünü götürərik. Davam edirəm 23-cü sualla. Verilmiş kütləli ideal qaz üzərində aparılmış qapalı 1-2, 2-3 və 3-1 izoprosesləri ρT koordinatında o sistemində təsvir edilmişdir. Rho qazın sıxlığıdır, T mütləq temperaturdur. Bu qapalı prosesə uyğun qrafiki PV koordinat sistemində çəkin. Gəlin çəkək. Demək, bizdən PV qrafikində çəkməyimizi istəyir. Baxın, 1-dən 2-yə prosesinə baxıram. 1-dən 2-yə rho sabitdir. Rho sabitdirsə, demək izoxor prosesdir və temperatur da artır deyə izoxor soyuyur. Prosesi yazdıq, izoxor soyuyur. Və izoxor soyuduğu üçün 1-dən 2-yə və ya sabit çəkirik, soyuyursa temperatur azalır və temperatur azalırsa təzyiq də azalır. Çünki baxın, PV bərabər T. İzoxorda V sabit, soyuyanda temperatur azalır, təzyiq azalır. Bu oldu 1-dən 2-yə prosesi. 2-dən 3-ə baxdığımız zaman isə rho ilə T görürük ki, tərs aslıdır. Biz də düstur yazsaq 2-dən 3-ə. Yazarıq ki, rho bərabərdir PM bölünsün RT. Sabitləri atdıq. Görürsünüz, 2-dən 3-ə hissəsində rho ilə T tərs aslıdır. Rho ilə T o zaman tərs olar ki, təzyiq sabit qalsın. Ona görə təzyiqə sabit qoyuram 2-dən 3-ə və temperatur artdığına görə həcm də artır, ona görə artırırıq. Prosesin də adı olur izobar, qızma və yaxud da izobar genişlənmə. İndi keçirik 3-dən 1-ə prosesinə. 3-dən də 1-ə temperatur sabitdir, ona görə izotermik və rho artır. Rho artırsa, rho ilə V tərs asıldı axı, rho bərabərdir M böl V. Rho artırsa həcm azalır, ona görə izotermik sıxılma yazılır bu prosesin də adına. Ona görə də indi baxın, izotermik dedik. PV bərabər T. İzotermikdə temperatur sabit. Onda P ilə V qabaq-qabağa olduğu üçün tərs aslıdır. Belə parabola çəkirik və sıxıldığı üçün də həcm oxu da azalır. Bizim prosesimiz, qrafikimiz bu şəkildə olur. Keçirik 24-cü sualımıza. Demək, kütləsi 10 kiloqram və sıxlığı da mayenin sıxlığına bərabər olan, sıxlığı mayenin sıxlığına bərabər olan C bərk cismi yarıya qədər mayeyə batmaqla tarazlıqdadır. Əvvəlcə sıxlığı mayenin sıxlığına bərabər olduğuna görə bu gərilmə qüvvəsi dəyişmirdi birinci. Gərilmə qüvvəsi 0 idi. Tarazlıqdaydı həm də. Deyir, yaya bərkidilmiş S silindri sahəsi 250 cm² olan porşen ilə təchiz edilmişdir və porşenin altında ideal qaz var. Cismin mayeyə tam batması üçün porşenin altındakı qazın təzyiqi minimum nə qədər artmalıdır? Baxın, əvvəlcə hamısı batanda mg olardı. İndi yarısı batdığına görə bunun ki, Arximed qüvvəsinə yazarıq mg bölünsün 2 və qaldırıcı gərilmə qüvvəsinə də deyərik mg bölünsün 2. Çünki yekunda bu mg-dirsə, bu ikisinin cəmi də mg verməlidir axı bizə. Demək, bu mg-dirsə, yarısı batıb, yarısı yuxarıdadırsa, ağırlıq Arximed qüvvəsi mg böl 2 olur, həmçinin də gərilmə qüvvəsi də mg böl 2 olur. Bu da bizdən təzyiqi soruşur. Biz deyirik ki, təzyiq P bərabər F bölünsün S-dir. Buradakı F-də elə gərilmə qüvvəsidir. Ona görə gətirib buna yazarıq mg bölünsün 2, S-də olduğu kimi saxlayarıq. Qiymətləri yerinə yazsaq M 10-dur, J-də 10-dur, 2 vurulsun. Sahədə 250 cm kvadratıdır. 1 cm kvadratı 10⁻⁴ metrin kvadratıdır. Ona görə
250 vurulsun 10 üstü mənfi 4 metrin kvadratı kimi yazıb çevirmək lazımdır. Bunu da çevirdiyiniz zaman alacaqsınız 2000 paskal. O da və yaxud da ki, kilopaskalla birdən versə 2 kilopaskal. Yəni, hansı cavabı veribsə o cavabdan işləyəcəksiniz. Sual 25. Alt tərəfi bağlı, üst tərəfi açıq olan nazik borunun aşağı hissəsində müəyyən hündürlükdə hava sütunu, onun da üstündə də 760 mm hündürlükdə civə sütunu vardır. Borunu ehmalca şaquli oxdan 60 dərəcə meyl etdirdikdə havanın həcmi neçə dəfə və necə dəyişəcəkdir? Gəlin baxaq. Deməli, burada birinci buna göstərilən təzyiq P1 deyək. P1 bərabərdir. Həm bu ağzaçı olduğu üçün buna atmosfer təzyiqi təsir göstərir, həm də buranın özünü 760 mm veribdir. Onda yazarıq ki, P1 bərabərdir, P atmosfer üstə gəlinsin 760 mm civə sütunu. Bu da eləyəcəkdir, 760 üstə gəlinsin 760, yəni demək 1520 mm civə sütunu eləyər. Sonra da bunu biz 60 dərəcə meyl elətdirsək, demək 90-a tamamlasaq, bura olacaq 30 dərəcə. Və biz də bilirik ki, 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Ona görə buradakı bura 760 idi axı millimetr civə sütunuydu. Ona görə biz bunu bu hissədən götürərik yarısını, yəni ki 760-ın yarısını neçə eləyir? Demək 380 millimetr civə sütunu yazaram. Onda P2 üçün də yazarıq 380 üstə gəlinsin. Bir də bura təsir edən atmosfer təzyiqi, yəni P0. Yəni 380 üstə gəlinsin 760. Bunu hesablayanda eləyəcək. Deməli 760-ın üstünə gəlsək 1160 da burada 1140 eləyəcək. 1140 eləyəcək millimetr civə sütunu. İndi baxın, görürsünüz, təzyiq 1520-dən 1140-a gəldi deyə təzyiq azaldı. Təzyiq azalırsa, PV bərabər T-yə görə temperatur sabitdir. Onda təzyiq azalırsa, həcm artacaq. Nağdır, həcm artır. Bəs neçə dəfə? Gəlin bölək. P1 böl P2 bərabərdir. Biz də gətirib buradan 1520-ni bölsək 1140-a eləyəcək 3-də 4. Və 3-də 4 dəfə. 3-də 4 dəfə həcmi artacaq. Keçirik 26-cı sualımıza. Deyir ki, birləşmiş qapalı qabın sol qolu civə ilə doludur. Gəlin özümüzdən civənin ümumi boyuna bir H deyək. Və deyir ki, sağ qolunda isə yalnız hava var. K kranı açılanda sağ qoldakı civənin hündürlüyü soldakından 3 dəfə az olur. Sağ qoldakı 3 dəfə az olur. Məsəl üçün, biz bu kranı açanda bura bilmirik də nə qədər dolacaq. Bir hissəsi qədər doldu, bir x qədər doldu adlandıraq. Bu, buradan x qədər yüksəlirsə, demək buradan da x qədər bu yenir aşağıya doğru. İndi gəlin tapaq. Bu x-i, baxın, əgər 3 dəfə az oldusa, deməli cəm 4x imiş. Deməli cəm neçə imiş? 4x imiş. Bunu nətər tapa bilərik? Bu x-i tapmaq üçün adi sadə bir riyaziyyat qurarıq. X bərabərdir. Görürsünüz, bu h-dan azalır, düzdür? Onda nə yazaram? H çıxılsın x-dir, 3 dəfə az olur. Bölünsün 3-ə. Və buradan da biz h-ı tapsaq 3x bərabər h çıxaq x-a, h-ı tapsaq olacaq 4x. Yəni, bayaqda dediyimiz kimi h-ımız 4x-dir. Demək, bizim h-ımız burada 4x-dırsa, onda x bura olursa, burada olmalıdır neçə? 3x olmalıdır ki, yenə də toplamda bu hissə, baxın bu hissə 4x olsun. Hansı ki, bu hissədə bu hissəyə eyni hündürlük olduğu üçün bizim h-ımız 4x-dırsa, dediyimiz kimi, onda bura x-dırsa, burada 3x olmalıdır ki, yenə 4x versin bizə. İndi deyir ki, sağ qoldakı havanın təzyiqinin necə dəyişdiyini müəyyən edin. Əvvəlcə hava orada 4x idi, sonra bir qədər civə gəldi, havanı bastı, düşdü 3x-a. Əvvəl 4x idi, indi oldu 3x. 4x-dan 3x-a gəldiyinə görə azalacaqdır. Ona görə deyəcəksiniz ki, 4x-dan 3x-a gəldiyinə görə bölün. 4x bölünsün 3x. 3-də 4 dəfə azalar. Yəni 4x-dan 3x-a gəldi. Ona görə cavabımız oldu azalar.
Sonra keçirik buradan sual 27-yə. Deyir, birləşmiş qapalı qabın sol qolu civə ilə doludur. Sağ qolunda isə hava var. K kranı açıldıqdan sonra sağ qoldakı civənin hündürlüyü soldakından 4 dəfə az oldu. Sağ qoldakı havanın təzyiqinin necə dəyişdiyini müəyyən edin. Baxın, burada sahələrdə var. Biri S-dir, biri 2S-dir. Gəlin belə bir şey deyim. Təsəvvür edin ki, kranı açanda deyək ki, bura bir x qədər doldu. Onda buranın axı sahəsi azdır. Onda bura 2x qədər azalıbdır. Yəni, bura x qədər artıbsa, bura 2x qədər azalıb. Məsəl üçün, ümumi gəlin buranın boyuna h adlandıraq və h-ı tapaq. Yazarıq ki, demək, bu hissəni tapmaq üçün x bərabərdir. Görürsünüz, bu h hündürlüyü 2x qədər azaldı. Yəni 2x qədər səviyyəsi aşağı indi. Onda yazaram h çıxılsın 2x. Deyir, bu zaman soldakından 4 dəfə az olur. Yəni bölünsün 4-ə. Biz də burada yazarıq ki, 4x bərabərdir, h çıxılsın 2x-a. Digər tərəfə keçsək, h-ımız olacaq 6x. H-ımız oldu 6x. Yəni buranın h-ı 6x-dir artıq. Və x-ını bura veribdirsə, onda buradan burada qalacaq 5x. Yəni x-ını bura verib, ümumi 6x. Onda burası 5x olacaq. Bu da 6x idi, düşdü 5x-a. Yəni 6x-dan 5x-a düşdüyüncə cavab olacaq 6 bölünmüş 5. Və azalacaq. 1,2 dəfə azalacaq. 6 bölünsün 5 qədər azalar. Sonra keçirik 28-ci sualımıza. R və 2R radiuslu şarlar iç-içə yerləşdirilmişdir. Hər iki şarın daxilində eyni kütləli və eyni temperaturlu helyum qazı var. R radiuslu şar partlayandan sonra 2R radiuslu şarın daxilindəki qazın təzyiqi necə dəyişər? Və deyir ki, 2R radiuslu şarın həcmi və temperaturu sabit qalır. Qazı ideal qaz hesab etməli. Baxın, birinci, gəlin biz bu böyük şarın həcmini tapaq. Böyük şarın həcmini tapmaq üçün böyük şar bərabərdir. Biz bilirik ki, böyüyü tapmaq üçün ümumidən kiçiyi çıxmaq lazımdır. Yəni, həcm ümumidən çıxmaq lazımdır. Həcm kiçiyi ki, ümumini tapaq. Onda yazarıq. V böyük bərabərdir. Ümumi gördüyümüz kimi 2R-dir. Biz də bilirik axı, V nəyə bərabər olur? 3-də 4 pi R-in kubuna. Ona görə də V ümumidə yazarıq. 3-də 4 vurulsun pi, vurulsun. R də 2R olduğu üçün yazarıq 2R-in kubu çıxılsın. Kiçik də R-dir. Yəni 3-də 4 vurulsun pi, vurulsun. Elə birbaşa R-in kubu yazırıq. 2-nin kubu 8 eləyir. Yəni ki, 8 vurulsun 3-də 4 pi R kubundan sanki. Baxın belə, 8-i qabağa verəm. 8 vurulsun 3-də 4 pi R-in kubundan çıxırıq. Eləcə 3-də 4 pi R-in kubunu. Və alırıq 7 vurulsun 3-də 4 pi R-in kubu. Yəni aldıq ki, 7 vurulsun 3-də 4 pi R kubudur birinci. Sonra şar partlayandan sonra artıq bu itdi. Sadəcə olaraq 2R qaldı. Ona görə şar V partlayandan sonra yazaq. Partlayandan sonra həcmi tapanda yazarıq 3-də 4 pi R-in kubu. Bizim də R-imiz burada 2R-i nəzərə alırıq. Yəni yazarıq 3-də 4 vurulsun pi vurulsun 2R-in kubu. Bu da eləyəcəkdir 8 vurulsun 3-də 4 pi R-in kubu. Şar partlayandan sonra da belə qalacaq. Daha sonra biz bunu ideal qaz hesab eləmişik. Məsələn, deyək ki, onda bunun da kütləsi M-dir, bunun da kütləsi M-dir. Biz də bilirik axı, nü bərabərdir, M bölünsün M. Nü M-dən düz asıldı. Onda bunun da maddə miqdarı müdür. Bunun da maddə miqdarı nüdür. Hər ikisi maddə miqdarını nü dedik. Onda birinci halda bizdən soruşur ki, qazın təzyiqi nətər dəyişər? Gəlin düsturu yazaq. PV bilirik ki, bərabərdir nÜRT düsturundan istifadə eləyərik. Demək, yazaram P1
V1. Lap elə PV bərabər nü-yə gəlin asıllıq quraq. Biz bilirik ki, PV ilə tərs asılıdır. Onda yazarıq ki, P2 bölünsün P1 bərabər. P ilə V qabaq-qabağa tərs olduğu üçün V2 böl V1 vurulsun. Nü-dəki, nü-yə niyə baxırıq? Əvvəlcə birinci halda nü idi. Partiyandan sonra elə bir ki, bu da nüdür, bu da nüdür deyə 2 nü olaraq qəbul eləmək lazımdır. Yəni, nü ilə düz deyə nü1, nü2 daha doğrusu P2 böl P1 olduğu üçün nü2 bölsün nü1 yazarıq. İndi gəlin yerinə qoyaq. Demək, ikinci halda PV ilə tərsi olduğu üçün mən burada 1 yazmalıyam. 1, burada yazmalıyam 2. Demək ki, PV ilə tərsli deyə P2 böl P1 V1 böl V2'dir. Amma P nü ilə düz deyə P2 böl P1 nü2 böl nü1'dir. Verilənləri yerinə yazsaq. Baxın, 3/4 pi kubları onsuz da bir-birinə bölünür də V1 ilə V2. İxtisar gedəcəkdir, heç olu nəzərə almıram. Yəni, ixtisar gedəcəklər zaten. Onda biz gətirib buna 1, buna ikinci hal desək. Birinci halda qoyuruq 7. V2 qoyuruq 8. İkinci halda nü 2 nü olar. Birinci halda da nü eləcə nüdür. İxtisar gedər, qalar 8 burada. 7 F2, 14 də burada. Sonra bunları 2 ixtisar aparsaq 4 burada qalar, 7 burada. Cavab olar 7 bölünsün 4. Deməli, qazın təzyiqi 7 bölünsün 4 olacaq. Bu da belə. Və suallarımız bitdi.